Növbəti məsələdə bizə deyir ki, ASIF verilmiş hərflərdən 5 hərfli kodlar tərtib edir və bir dəfə istifadə oluna bilər, təkrarlanma ola bilməz. Y hərfi ilə kod başlamamalıdır və IO birləşməsini aktiva edə bilməz. Biz ilk olaraq gəlin görək ASIF necə müxtəlif kod yarada bilir. 5 hərf varsa Y ilə başlaya bilməzsə, deməli 4 olacaq. 4 hərf N, O, B, I hərfləri ola bilər. Sonra burada artıq tutaq ki, N-ni yazsaq, O, B, I-yi yenə 4 hərf yaza bilərik. Sonra təkrarlanma ola bilmədiyi üçün hər dəfə biri azalacaq. Və hasili bunların bizə müxtəlif simvolların sayını verəcək. Bu deyilir 48, 96. Deməli, 96 müxtəlif simvol düzəldə bilər. Lakin cavabımız bu deyil. Çünki burada IO birləşməsi ola bilməz deyir. Ona görə gəlin yoxlayaq. IO birləşməsi olan neçə variant var. IO ola bilər burada, bu formada. İlk olaraq. Sonra I, Y, O bu cür və sonra son 3 yerdə ola bilər. Deməli, biz burada nə edirik? Burada bir hərf varsa, deməli, bir variant var. Burada da bir hərf varsa, bir variant var. Burada da bir hərf varsa, deməli, bir variantımız var. Yerdə 3 hərf getdiysə 2 hərf qalır. N və B hərfləri. 2 variant var. Və bura N qoysaq, tutaq ki, bura bir variant qalır. Olur 1, vur 2, vur 1. Bunun da cavabı eləyir 2. Artıq burada 2 dənə variantımız oldu. Yəni, bunları yazmaq istəsəz, yəni görmək istəsəz yaza bilərsiniz. Olacaq I, Y, O, B, N və I, Y, O, N, B. 2 dənə variantımız oldu. Cavabı bu cür tapdıq. Lakin IO təkcə burada ola bilmir. IO həm ola bilər bu cür. I, Y, O şəklində. Həm də belə ola bilər. I, Y, O. Bunları hesablamada ehtiyac yoxdur. Çünki burada 2 verir. Bunlarda da eyni ilə bu cür olduğu üçün yenə 2 olacaq. 2 burada, 2, 2, 6 dənə IO birləşməmiz oldu. İndi bu 96-dan 6-nı çıxsaq, yerdə qalan cavab bizim müxtəlif simvollarımızın sayı olacaq şərtlər daxilində.